Salam, bugünkü mövzumuz psixologiyanın predmenti haqqındadır. Müasir dövrdə insanı 200-dən artıq elm sahəsi öyrənir. Onlardan biri psixologiyadır. Digər elmlərdən fərqli olaraq psixologiya nəyi tədqiq edir? Bir elm kimi onun başlıca xüsusiyyətləri nədən ibarətdir? Həmin suallara cavab vermək üçün ilk növbədə psixologiya elminin obyektini və predmetini, yəni mövzusunu aydınlaşdırmaq lazımdır. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur. Bu baxımdan heyvanları və insanı öyrənən müxtəlif elmlərin anatomiya, biologiya, təbabət və s.'nin, o cümlədən psixologiyanın obyekti eynidir. Elmlər bir-birindən adətən öyrəndikləri obyektə görə deyil, predmentə görə fərqlənirlər. Hər bir elmin, o cümlədən heyvan və insanı öyrənən elm sahələrinin özünə məxsus ayrıca predmenti vardır. Elmin predmenti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdən yanaşması nəzərdə tutulur. Elmin predmenti onun öz obyektinə yanaşma tərzini, başqa sözlə tədqiqat metodlarını müəyyən edir və müvafiq anlayışlar sisteminin köməyi ilə şərh olunur. Psixologiya elminin tarixi qədimdir. İlk dəfə olaraq psixoloji anlayışlar sistem şəkildə Aristotelin eramızdan əvvəl 4-cü əsr ruh haqqında məşhur traktatında şərh olunmuşdur. Buna diqqət yetirək, çünki imtahanlarda istifadə olunan suallardan biridir. İlk dəfə olaraq psixoloji anlayışlar sistem şəkildə kim tərəfindən, nə zaman? Aristotel tərəfindən eradan əvvəl 4-cü əsrdə hansı traktatda? Məşhur ruh haqqında traktatında şərh olunmuşdur. Qəbul imtahanlarda istifadə olunmuş suallardan biridir. Traktatın adına diqqət yetirək. O, psixologiya haqqında deyil, ruh haqqında adlanır. Bu təsadüfi deyil. Uzun müddət 19-cu əsrin sonuna qədər psixologiya elmi fəlsəfəyə aid fən hesab olunmuşdur. Avropa ədəbiyyatında bəzən onu mental adlandırırdılar. 18-ci əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənilməmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü alim Christian Wolff'un empirik psixologiya 1732 və rasional psixologiya 1734-cü illərdə kitabları nəşr olunduqdan sonra məlum olmuşdur. Buna da diqqət yetiririk. İlk dəfə olaraq nə zaman, kim tərəfindən? Christian Wolff tərəfindən 32-ci ildə empirik psixologiya, 1734-cü ildə isə rasional psixologiya kitabları nəşr olunmuşdur. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərindən başlayaraq psixologiya termini Amerika, Avropa və Rus ədəbiyyatında vətəndaşlıq hüququ qazanmış və böyük evristik əhəmiyyət kəsb etmişdir. Ölkəmizdə isə bu termin 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Rus psixoloqlarının əsərləri vasitəsilə işlənilməyə başlamışdır. Psixologiya sözü psixika sözündən götürülmüşdür. Psixologiya termini iki Yunan sözündən psixi, ruh, ruhi, aləm, logos, bilik, öyrənmək, elm sözlərindən əmələ gəlmişdir. Psixika haqqında elm deməkdir. Psixologiya termini evristik baxımdan elmin predmentini dəqiq ifadə edir. Psixologiya psixika haqqında elmdir. Bu ilk və ən sadə tərifdə cəmi 4 söz işlənsə də, onun mənası hələ tam aydın deyildir. Psixologiyanın predmentini başa düşmək üçün biz əvvəlcə əsas anlayışla, psixika anlayışı ilə tanış olmalıyıq. Psixika anlayışına nələr daxildir? Psixika nədir? Gəlin bunları aydınlaşdıraq. Psixi hadisələr şərti olaraq 3 qrupa bölünür. Psixi proseslər, psixi hallar və psixi xassələr. Psixi proseslər psixologiya elminin
əsas kateqoriyalarından biridir. İdrak proseslərinə, iradi proseslərə və emosional proseslərə birlikdə psixi proseslər deyilir. Başqa sözlə, psixi proseslər özləri də 3 yarım qrupa bölündü. İdrak prosesləri, hissi və yaxud emosional proseslər və iradi proseslər. Gəlin burada proses sözünə diqqət yetirək. Proses latın sözü olub, hər hansısa bir hadisənin başlanması, gedişi və inkişaf mərhələlərini əks etdirir. Bu, imtahanda düşən suallardan biridir. Orada göstərilmişdir ki, psixi prosesi əhatə edən nələrdir? Orada 6 ifadə vardı. Onlardan 3-ü bir hadisənin başlanması, gedişi və inkişaf mərhələləri, 3-ü proses sözünün cavabı idi. Bu baxımdan bütün psixi hadisələr, istər psixi proses, istər psixi hal və xassələr prosesual xarakter daşıyır. Növbəti suallardan biri isə həmin bu bütün psixi hadisələrin prosesual xarakter daşımasına ilk dəfə diqqəti alan kim olmuşdur? Seçenov olmuşdur. Onun fikrincə psixi olan ancaq proses kimi dərk oluna bilər. Yəni, hər bir psixi aktın müəyyən bir başlanğıcı, gedişi və sonu vardır. Suallarda olur ki, psixi proseslər, psixi hal və xassələrə uyğunlaşdırma lazım gəlir. Bu zaman bizim açar sözümüz psixi proses varsa, burada dinamika sözünü axtarırıq ki, ona uyğun həmin cavabdır. Növbəti isə psixi hadisələr. Psixi hadisələr hadisələrin ikinci qrupunu təşkil edən psixi hallar və ya vəziyyətlərdir. Burada isə bizim əsas açar sözümüz psixi faktın nisbi davamlılığını bildirir. Biz buna misal göstərə bilərik. Məsələn, tələbə qız küçədə yoldaşları ilə zarafat edir. Bir də görür ki, əmisi o biri küçədən keçir və o qız utanır, tez özünü yığışdırır. Ancaq hiss edir ki, əmisi onun küçədə həmin o hərəkətini gördü. Qızın isə qanı qaralır, bir neçə gün bu hal davam edir. Bu, psixi halın və yaxud halətin nümunəsidir. Psixi prosesi isə, məsələn, əlimizə tikan batır, ağrı duyğusu əmələ gəlir və bu ağrı duyğusu müəyyən bir müddət, məsələn, 5 dəqiqə, 10 saniyə davam edir və sonda kəsilir. Psixi xassiyə və xüsusiyyətlər dedikdə isə, bu psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir. Bəzi ədəbiyyatlarda kristallaşmış sözdən istifadə oluna bilər. Yəni, əgər testdə psixi xassənin nə olduğunu soruşur və uyğunluq tələb edirsə, bu zaman sabitliyi sözünü görürüksə, psixi xassə üçün açar ifadə ola bilər. Psixi xassələrə nələr daxildir? Temperament, qabiliyyət, bir də xarakterə aiddir. Buna misal olaraq göstərə bilərik ki, 2 şagird təsəvvür edək, biri tənbəldir, digər əmək sevərdir. Biri oturduğu yerdən ayağa qalxmaq istəmir, o biri isə işdən doymur. Bu bizim psixi xassələrimizə nümunə ola bilər. Sonda onu deyə bilərik ki, psixologiya heyvan və insan psixikasını öyrənir və psixika özü fəaliyyət və ünsiyyət prosesində formalaşır. Diqqətiniz üçün təşəkkür edirəm.